Salam əziz 9-cu sinif şagirdləri. Biz bu videoda 13 aprel tarixində bugünkü tarixdə keçirilmiş olan 9-ların buraxılış imtahan suallarını izah ilə tanış olacağıq. Deməli 57-ci sualda düzbucaqlının uzunluğunun 40%, enini isə 20% azaltdıqda sahəsi necə dəyişər? Düzbucaqlının uzunluğunu gəlin A ilə işarə edək, enini isə B ilə işarə edək. Əgər uzunluğu 40% azaltsaq, yəni tutaq ki 100% idi, oldu 40%. Azaltdıqda 100-dən 40-ı çıxaram, eləyər 60, eləcək 0,6A qaldı. Enini isə 20% azaltdıqda B-dir, yəni 100%, 100-dən 20 çıxdıqda 80, bu da eləcək 0,8 B-yə. Sahəsi A vurulsun B düsturu ilə hesablandığı üçün, burada isə yeni düzbucaqlının sahəsi olacaq 0,48 AB. İlkin vəziyyət 100%, son vəziyyət 100-ü vursam 48-ə 48%. Deməli, nəticədə 100-dən 48-ə çıxsaq 52% neyniyər? Azalar. Çünki baxın, ilkin vəziyyət 100 idi, son vəziyyət 48% oldu. Deməli, 52% azalma var. Düzgün cavab olacaq A variantı. Kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Məlumdur ki, kubun həcmi A kubuna, yəni A vurulsun A-ya bərabərdir. Hər tilə görə 2 dəfə azalma olsa, hər tili 2 dəfə azaltsaq, 2 vur 2 vur 2 eləyəcək 8 dəfə azalar. Yəni, düzgün cavab A variantı. Gördüyümüz kimi bizə açıq bucaq verilmişdir və bu açıq bucaqda CO AB-yə perpendikulyardır. DOC 25 dərəcədir, bura 25-dir, bu özü 90 dərəcədir, 25 və bizdən AOD bucağı, yəni bunu istəyir. Deməli, açıq bucaq 180 dərəcə olduğu üçün hər 3 bucağın cəmi, yəni x dərəcə üstə gəl 25 dərəcə, üstə gəl 90 dərəcə bərabər olacaq 180-ə. Buradan da taparam ki, x bərabərdir 180-dən çıxaram 115 dərəcəni, yəni 90 və 25-in cəmini x eləyəcək 65 dərəcə, yəni C variantı. Verilmiş kəsiri ixtisar edək. Bunun üçün əvvəlcə vurğulara ayırmaq lazımdır. Burada m kvadratı ilə m-ni bir qruplaşdıraram. Gəlin bunlar belə yazaq, yerlərini dəyişdirərək. Sonra üstə gəlinsin 5m-lə isə 5n-i bir qruplaşdıraram. Kəsirin məxrəci olduğu kimi qalsın. Yox, vurğulara ayıraram. 25 çıx m kvadratı, a kvadratı çıx b kvadratı düsturundan istifadə edərək yaza bilərəm ki, 5 çıx n, 5 üstə gəl n-ə bərabərdir. Bu da bərabər olacaq. Deməli, ortaq nə çıxır? Birinci mötərizədən m çıx n qaldı. İkinci mötərizədən nə çıxacaq? 5, m çıx n qaldı. Məxrəcdə olacaq 5 çıx n, 5 üstə gəl n. Yuxarıda hər iki ortaq mötərizəmiz m çıx n-dir. Bunu ortaq çıxartsam, yerdə qalacaq m üstə gəl 5-i də ayrı mötərizəyə yıxsam, məxrəc olduğu kimi qalsın. M-lər hara getdi? Burada M olmalıdır. Bunları M-lə yazmalıydım. Deməli, ixtisar getdi. Bunlar getdi. Qaldı M çıx N, 5 çıx M. Yəni B variantı. Verilmiş tənliyi həll edin. Sadə bir tənlikdir. 6 ilə 3-ə ixtisar eləsəm, x çıx 2 bərabərdir. 2-yə bərabər olacaq. X da bərabərdir. 2-nin üzərinə 2 gəlsəm 4-dür. Düzgün cavab C variantı. Tənliklər sistemindən x-i tapaq. Bunun üçün gəlin bu tənliklər sistemini tərəf-tərəfə toplayaq. Toplama üsuluna görə 2x-ı x-ı toplasam 3x. Y-lər bir-birini aparacaq. 0-6-ın cəmi 6x eləyəcək 2. Deməli, düzgün cavab B variantı. Hansı nöqtə funksiyanın qrafiki üzərindədir?
Əgər nöqtə funksiyanın qrafik üzərindədirsə, həmin nöqtəni, koordinatlarını funksiyada yerinə qoysaq, onu ödəyəcək. Düzgün cavab olmalıdır. C variantı. Gəlin yoxlayaq. Deməli, -3-ü gətirirəm, x-in yerinə qoyuram, 0-ı da yazıram, y-in yerinə. 0 bərabərdir, mənfi... Yox, düzgün olmadı, bu deyil. C deyil. 0 verəndə bu, 6 verəndə 0, -5 verəndə, D variantıdır. Bu ilk görüşdə bu oxşadı, amma bu deyil. D variantında, baxın, y-in yerinə 16 yazaram, x-in də yerinə -2 vur ver, -5, üstəgəl 6, doğru bərabərliyə alındı. Bunu x-in qiymətidir, bu isə y-in. Birinci nöqtəni həmişə x-a, ikinci isə y-də yazmaq lazımdır. Doğru bərabərliyə alınır, 16 bərabərdir 16. Düzgün cavab olacaq D variantı. Tənasibdən x-i tapın. Bu üçün yazaram x böl 5 bərabərdir 21 böl 15-ə. Baxın, 5-i neçəyə vurublar 15 eləyib? 3-ə. Deməli, neçəni 3-ə vuranda 21 eləyər? 7-ni. Düzgün cavab olacaq 7. Bunu belə şifahi tapmaq olar. Digər yol isə tənasibdən çarpaz vurmaqla 15-i x-a vuraram, eləyər 15x, 21-i 5-ə vuraram. Sonra 15x bərabərdir 105-ə, x də bərabərdir 7-yə. Düzgün cavab C. İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, ehtimal dedikdə əlverişli halların sayını mümkün halların sayına bölməliyik. Yəni, ilk 10 natural ədəd deyirsə, deməli, mümkün hallarımızın sayı 10-a bərabərdir. Çünki 10 dənə ədəd var. Təsadüfi seçilmiş birinin sadə ədəd. Sadələr əlverişli hallar olacaq. 1-dən 10-a qədər hansı ədədlər sadə ədədlərdir? 2 ən kiçik sadə ədəddir. Sonra gəlir 3, 5, 7. Deməli, 4 dənə sadə ədədimiz var. Biz 4-ü bölməliyik. Ona ixtisar eləsək 2 böl 5. Yəni, düzgün cavab olacaq Y variantı. Mərkəzi O nöqtəsində olan çevrəndə BAS bucağını tapmaq tələb olunur. ABO 22 dərəcədir. Bu isə 28 dərəcədir. Bura olsun. Bu gördüyümüz kimi BAS bucağı BS qövsünün yarısıdır. Onda bu alfa, bu mərkəzi bucaqdır. Bu isə 2 alfadır. Ümumiyyətlə, bizim belə bir qaydamız var idi, yadınızdadırsa. Bu bucaq, bunlar alfa, beta və qammadırsa, x bucağı bu üç bucağın cəmidir. Üstəgəl beta, üstəgəl qammaya. Burada da gördüyümüz kimi buranı alfa ilə işarə elədim. Yəni, buranda 2 alfa ilə mərkəzi bucaq, bu isə daxili bucaqdır. 2 alfa, yəni həmin o x bərabərdir. Digər 3 bucağın alfa üstəgəl 22, üstəgəl 28-ə. Eləcək alfa bərabərdir 50 dərəcə. BAS bucağını istəyir, cavab olacaq A variantı. Tərəfi 12 olan kvadratın perimetrini tapın. Kvadrat bütün tərəfləri bir-birinə bərabər olan paralleloqramdır. Bütün tərəfləri bərabərdir. Hər tərəfi A ilə işarə eləsəm, perimetri 4A-ya bərabərdir. Sahəsi isə A kvadratına. Əgər mənə deyirsə ki, perimetrini tapın, P bərabərdir 4-ü vuraram 12-yə, yəni düzgün cavab olacaq 48 D variantı. Verilmiş ifadənin qiymətini hesablayın. Bunun üçün sadələşdirmə apararam. 56 vurulsun -15, məxrəcdə isə 14 vurulsun. Mötərizənin içərisini hesablayaram. 20 çıx 50. 20-dən 50 çıxanda eləyəcək -30. 14 ilə 56 ixtisar getdi, qaldı 4, aşağıda 1. 30 ilə 15 ixtisar getdi, aşağıda 2, burada 1. Mənfilər onsuz bir-birini ixtisar getdi. 4-ü də 2-yə bölsəm cavab oldu 2, yəni Y variantı. Verilmiş çoxədli vurğulara ayıraq. Ortaq vuruq dedikdə, demək olar ki, bu sual hər dəfə buraxılış imtahanına düşür. X üstəgəl Y ortaq çıxarsam, yerdə qalacaq S çıxılsın D-yə. Yəni, düzgün cavab A variantı.
Biraz qarışıq düşüb burada. Deməli, mən özüm səliqəli yazıram. A çoxluğun elementləri 1, 2, 4, 5 və 6-dır. B çoxluğun elementləri 0, 1, 2, 3 və 5-dir. İndi bizə deyir ki, A ilə C-nin kəsişməsi. A ilə B-nin kəsişməsi dedikdə, hər iki çoxluğa daxil olan ortaq elementlər. Ortaqlar 1-lərdir, 2-lərdir, bir də 5-lərdir. Deməli, kəsişmənin elementləri 1, 2 və 5-dir. Bizdən nə tələb olunur? Bu kəsişmədən C-nin fərqini. C isə bərabərdir 0, 1, 3 və 6. Yenə ortaqların altından xətt çəkərəm. Bir ikisində də var. Başqa ortaq yoxdur. Əgər mən kəsişmədən C-ni çıxıramsa, deməli, ortaqları çıxıram. Yalnız A kəsişmə B çıx B, C-də qalır 2 və 5. Düzgün cavab olacaq B variantı. Bu şərti ödəyən iki rəqəmli ədədi tapaq. Deməli, A, B iki rəqəmli ədədlər düsturu kimi biz bunu 10A üstəgəl B kimi işarə edə bilərik. B-A-nı yenə 10B üstəgəl A kimi yaza bilərik. Təklik onluq. Deməli, gətirək yazaq tənlikdə yerinə 10A üstəgəl B üstəgəlsin 10B üstəgəl A bərabərdir 88 vurulsun A çıx B-yə. Sadələşdirmə apararam. 10A ilə A-nın cəmi eləyir 11A üstəgəl 11B bərabərdir 88 A çıx B-yə. 11-i ortaq çıxarsam A üstəgəl B bərabərdir 88 A çıx B-yə. 88 ilə 11 ixtisar getdi, 8 qalır. Yazaram A üstəgəl B bərabərdir 8A çıx 8. Belə A-ları bir tərəfə, B-ləri bir tərəfə keçirsəm, B üstəgəl çıx daxı üstəgəl olur. Bərabərdir 8A çıx A. Bu eləyəcək 9B, bu da eləyəcək 7A. Deməli, B-miz 7-yə, A-mız 9-a bərabərdir. A 9, B isə 7-dir. AB iki rəqəmli ədədimiz 97-dir. Cavab 97. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə bu nöqtədə olan kvadratın sahəsini tapın. Kvadratın sahəsi S bərabərdir A kvadratı düsturu ilə tapılır. Gəlin əvvəlcə koordinat sistemimizdə kvadratımızı quraq. Deməli, təpənin biri 0, 0-da, digər təpə isə 8, -8-də yerləşir. Tutaq ki, burada. 8, -8-də yerləşir, digəri isə 0-da. Bu alsın A, bu olacaq C, qarşı təpədir. Deməli, digər təpə burada yerləşməlidir. Digər təpə isə burada yerləşməlidir. Burada bizim koordinatlarımız nə olacaq? Təbii ki, 8, 0. Bura çünki 0, 0-dır. D-nin koordinatları isə 0, -8 olacaq. Və bizim kvadratımız bu şəkildədir. Və bunun sahəsi, deməli, tərəfi olacaq nə qədər? 8. S bərabərdir 8-in kvadratı, bu da elədir 64. 0-dan 8-ə gördüyümüz kimi burada 8 vahid məsafə var. Sonra verilmiş ifadənin qiymətini hesablayaq. 2-ni mötərizənin içərisinə vuraram. Vursam daha rahat olacaq. 2 vurulsun 2-də 2 tam %85-in kvadratı. Üstə gəlsin 2 vurulsun 2-də 7 tam %15-in kvadratı. Üstə gəlsin 2 vurulsun 2 tam %85, 7 tam %15. 2'lər getdi. Qaldı 2 tam %85'in kvadratı üstə gəl 7 tam %15'in kvadratı üstə gəlsin 2 vurulsun 2 tam %85 7 tam %15. Bu isə müxtəsər vurma düsturundan A kvadrat üstə gəl B kvadrat üstə gəl 2AB-ni ifadə etdiyindən mən burada 2 tam %85 üstə gəl 7 tam %15'in kvadratını alaram. Bu da eləyəcək. Toplayanda 10, 10'un kvadratı 100.
Verilmiş x, y, z natural ədədləri üçün x, y, z-in ən kiçik qiymətini tapmaq tələb olunur. Bunun üçün gəlin belə yazaq. Deməli, x-la y-in hasili 6-ya, y-la z-in hasili isə 18-ə bərabərdir. Deməli, y hər ikisində olandı. Vuranda 6, vuranda 18 olan ədədlər, deməli, y-i 6 qəbul edə bilərik. Əgər bu y6-dırsa x olacaq 1, y6-dırsa z olacaq 3. X, y, z-in cəmini tapaq. 1 üstə gəl, 6 üstə gəl, 3, 10. Bu bir hal. İkinci halı araşdıraq. Başqa qiymətlərdə də 6 ola bilir. Başqa qiymətdə də z hasil 18-dir. Məsələn, neçə götürərəm? 2 götürə bilərəm, bəli, 3 də götürə bilərəm. 2-ni götürərəm, y-ə 3 götürərəm. Bu 3 olsun. Onda bu olacaq 6. Bu olacaq 2. X, y, z cəmi olacaq 2, 3, 6 elədi 11. Üçüncü halda ola bilər. 3, 2, 9, 2. Nəysə, burada daha da böyük alınır və nəticədə ən kiçiyi istəyir. Cavab 10 olacaq. Deməli, burada oxşarlığa aiddir. Bərabər tərəfli LMN üçbucağı, deməli, LMN üçbucağı verilib. Bir də bərabər tərəfli ABC üçbucağı verilib. Deyir ki, bizə bu LMN-in sahəsi ABC-nin sahəsindən 16 dəfə böyükdür. Yəni, bunun sahəsi 16 S-dir, bunun sahəsi isə S-dir. Oxşar üçbucaqlarda sahələr nisbəti k kvadratına bərabərdir. Deməli, mən sahələrin nisbəti k kvadratı bərabərdir 16 S-i. S-ə bölsəm eləcə 16. Deməli, k-mız olacaq 4. K 4-dür. Perimetrlərin nisbəti isə k-nın özünə bərabərdir. P, LMN üçbucağın perimetrini mən ABC-yə bölsəm neçə olmalıdır? K olmalıdır. LMN-in perimetri LMN bərabərdir 9-u vuraram. Yəni ABC-nin qiyməti 9 vurur. K-nın da qiyməti 4-dür. Bu da eləcə 36. Verilmiş ifadənin qiymətini tapın. X-in qiyməti verilib 5 çıx 2 kök 6. X gəlin belə yazaq. Verib x, y hasilini x-la y-in cəminə nisbətini tapmaq. Bunun üçün x-in yerinə 5 çıx 2 kök 6, y-in də yerinə 5 üstə gəl 2 kök 6 yazaram. Aşağıda da cəmləyərəm bunları. Yuxarıda kvadratlar fərqi alınar. A kvadrat çıx B kvadrat. Yəni 5-in kvadratı çıx 2 kök 6-nın kvadratı eləyər. Aşağıda da bunlar gedər 10 eləyər. Deməli, alaram 25 çıx 24 bölünsün 10. Bu da elədi 10-da 1 böl 10, yəni 0,1. Sonra və nəhayət ətraflılara başlayırıq. 78-ci sual. 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Deməli, birinci yeşik, ikinci yeşik bilinmir hərəsində nə qədər qənd var, amma 50 kiloqram olduğu məlumdur. Ona görə birincini x-la, ikincini 50 çıx x-la işarə edərəm. Hər gün birinci yeşikdən 3 kiloqram, deməli bundan hər gün 3 kiloqram götürürlər. İkincidən isə 2 kiloqram götürürlər 6 gündən sonra. Deməli 6 gündən sonra birincidən 6 vur 3, yəni 18 kiloqram, ikincidən isə 6 vur 2, 12 kiloqram qənd götürdülər və nəticədə bunların miqdarı bərabər oldu. Deməli yazıram x çıx 18 bərabərdir 50 çıx x çıx 12. Bu da bizim tənliyimiz. X-i sol tərəfə keçirsəm 2x bərabərdir 50-dən 12 çıxsam eləyəcək 38, üstünə də 18 gəlsəm 56, x eləyəcək 28. Deməli birinci yeşikdə x, ikincidə 50 çıx x idi də, düzdürmü? Deməli, birinci yeşikdə 28 kiloqram, ikinci yeşikdə 22 kiloqram qənd var idi. Bizdən birincini istəyir, cavab olacaq 28.
Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Deməli, bir şardan, hər şardan satıcı nə qədər qazanc götürür? 3 qəpik qazanc götürür. Satış zamanı 5 şar partladı. Deməli, 5 şar partladısa, şar zərəri 12 qəpiyə alıb baxın. Bundan qazanc götürmədi. Deməli, bərabərdir 12 vur 5 qəpik. Bu da eləcə 60 qəpik zərərdədir. Bu belə. O bütün şarların alqı-satqısından ümumi 6 manatdan çox gəlir əldə etdi. 6 manatdan çox gəlir əldə edib ən az neçə şar alıb satmışdı? 6 manatdan çoxdursa, 6 manat yəni 600 qəpik deməkdir bu da. Çox. Ən az istəyir. Deməli, satıcı şarın 12 qəpikdən. Aha. İndi mən bilmirəm, bu satıcı tutaq ki, n dənə şar alıb, lap olsun x dənə şar. Tutaq ki, satıcımız x dənə şar alıb. Düzdürmü? Amma neçəsini satıb? X çıx 5'ini satıb. Çünki 5 dənəsi ziyana gedib. X çıx 5'in hər birindən neçə qəpik qazancı əldə eləyir? 3 qəpik. Vururam 3'ə və üzərinə neçə qəpik gəlirəm? Yox, bundan da çıxıram 60 qəpiyi. Çünki 60 qəpik bu qazancından 60 qəpik də azaldıram. Böyükdür, bərabər neçədən? 600-dən. Çünki 600-dən çox gəlir əldə eləyib. Mən bunu həll eləyək. X çıx 5 vurulsun 3. Böyükdür, bərabərdir 660-dan. X çıx 5 bərabərdir 220-dən. X da böyükdür, bərabərdir 225-dən. Deməli, ən azı 225 dənə nə satıb? Şar satıb. Keçdik 80-ci suala. Deməli, düzbucaqlı 3 bucaq verilib. Katetlərindən biri digərindən 2 cm böyükdür. 1x-dir, 1x da gəlir 2-dir. Hipotenuzundan isə deməli, şu bucağın katetlərinin biri digərindən 2 cm böyük, hipotenuzundan 2 cm kiçik. Deməli, hipotenuz bundan 2 cm böyükdür. Pifaqor teoreminə görə katetlərinin kvadratları cəmi bərabər olmalıdır hipotenuzun kvadratına. Bunu götürək, sadələşdirək. X kvadratlarını geçsin. Sonra sadələşdirəm. X kvadrat çıxılsın 4x çıx 12 bərabərdir 0-a. Köklərimiz 6 və 2-dir. Toplayanda 4, vuranda mənfi olsun, mənfi 12. Deməli, x-imiz 6-dır. Deməli, düzbucaqlımızın tərəfləri 6, x oldu 6, bu oldu 8, bu da oldu hipotenuz 10. Bizdən hipotenuzu istəyir, cavab olacaq 10. Və nəhayət sonuncu sual, deməli, şəkildə verilən fiqurda burada biraz BO parçası, BC parçası mərkəzi O nöqtəsinin yarım çevirənin diametridir. BC qövsünün uzunluğu isə bu qövsünün uzunluğu nə qədərdir? 4pi'dir. AO 6'dır. Bura 6'dır. AO 6'dır. Səhv yazdım. Bura 6'dır. Bu da buna bərabərdir. Deməli, nə edirik? Bizə də deyir, verilən fiqurun, yəni bu rəngli fiqurun sahəsini tapmaq tələb olunur. Əvvəlcə baxın, bu yarım qövsün uzunluğu 4pi'dirsə, tam qövs, yəni tam çevrə olacaq. Yarısı 4pi'dirsə, digər yarısı 4pi'dir. Deməli, çevrəmizin uzunluğu olacaq 8pi. Çevrənin uzunluğu 2pi r düsturu ilə hesablandığından bu da 8pi olsa r'miz olacaq, yəni 4'ə. Radiusumuz 4 cm-dir. Deməli, bura 4'dürsə, burada 4'dür. Əvvəlcə bu üç bucağın nəyini taparam? Bu ABC üç bucağımın sahəsini taparam. S ABC bərabərdir. Tərəf, yəni 2'də 1 AH-dır da düsturumuz. Tərəf bu tərəfə çəkilən hündürlüyün hasilinin yarısı. 2'də 1. Tərəfimiz 4, 4, 8'dir. Hündürlüyümüz 6'dır. 48, yarısı 24. Deməli, mənim 3 bucağımın
sahəsi oldu 24. Ancaq yarım çevrənin də sahəsi lazımdır. Deməli, tam çevrənin sahəsi, yəni dairənin sahəsi pi r s dairəm bərabərdir pi r kvadratı, yəni 4 kvadratı pi vurulsun 4'ün kvadratı 16 pi. Amma bu yarım dairə olduğundan 16'nın da yarısı 16'nın yarısı nə qədər eləyəcək? 8 pi. Dəqiqə düzmü götürdüm? 4. 4'ün kvadratı 16. Deməli, bizim fiqurumuzun sahəsi 24 üstə gəl 8 pi'yə bərabər olacaq. Bu qədər uşaqlar, bütün sualların izahına baxdıq. Növbəti imtahanlarda görüşərik. Hər birinizi uğurlar arzu edirəm. Sağ olun.